Vaxtınız xeyir olsun, hörmətli abituriyentlər və valideynlər. Bildiyiniz kimi həmişə mən universitet, kollec, peşə qəbullarımı paylaşırdım. Bu dəfə də subbakalavr qəbulu ilə qarşınızdayım. Deməli, tələbəmizin 81,4 ortalaması var idi. Bu balla universitetə qəbul olmaq istəyirdi. Təbii ki, ixtisas olaraq nəqliyyat mühəndisliyi gedirdi və biz onu 81,4 balla nəqliyyat mühəndisliyi ixtisasına Naxçıvan Dövlət Universitetinə tam pulsuz şəkildə, yəni dövlət sifarişli qəbul etdirdik. İndi mən burada həmən ixtisasın keçid balını da sizlərə təqdim edəcəm. Naxçıvan Dövlət Universitetinin nəqliyyat mühəndisliyi ixtisasına qəbul olan sonuncu tələbədir, hansı ki, orada yer sayına görə, yəni kodlaşdırma olunur və o yer sayında ən sonuncu qəbul olan tələbə oranın keçid balını formalaşdırır. Məhz o tələbənin də keçid balını formalaşdıran biz olduq. Yəni, burada qeyd olunduğu kimi, Naxçıvan Dövlət Universitetindən nəqliyyat mühəndisliyi ixtisasının balına baxsanız, 81,4 bal qeyd olunub və həmin o balı formalaşdıran bizim tələbəmizdir. Düzgün seçim əsasında qəbul oldu. Yəni, demək istədiyim budur ki, qətiyyən balınız azdırsa qorxmayın, düzgün seçim, düzgün analiz olunandan sonra təbii ki, qəbul da mümkün olur. Hər birinizə uğurlar arzulayıram. Bu videonu da bəyənməyi, kanalımızı izləməyi unutmayın.